Dəyərli izləyicilərimiz, TikTok izləyicilərimiz, xoş gördük. Hər birinizin sabahınız xeyir olsun. Mən sizləri Ceyranboy rayonunun Borsunlu kəndindən salamlayıram. Umud qardaşımızın ünvanından. Umud qardaşımıza bir sürprizimiz var. Onu inşallah açıqlama verəcəyik. Allah Şəkidən, Allah bəndəsi alıbdır. Ev üçün restr alıb. Çox sağ olsun, təşəkkür edirəm. Elgün qardaşımız da pul göndərib ki, uşaqlara ərzaq alarsan, Allah canınızı sağ et. Və gözəl izləyicilərimiz Ağcabərdili Bəxtiyar qardaşım öz dostu ilə birlikdə 40 manat pul göndərib. Təşəkkür edirəm. Şəkidən Allah bəndəsi, gözəl əmimiz 3000 göndərib ki, o evin üstünə alarsan. Bir Allah bəndəsi 1000 rubl göndəribdir. Elgün qardaşımız 10 manat göndərib uşaqlara ərzaq alarsan almışıq. Və gözəl izləyicilərimiz Rövşən qardaşımızın gözünün əməliyyatı üçün Afik qardaşımız 1100 rubl göndərib. Zahir Sədoğlu 5000 rubl göndəribdir. Eliş Ağcabərdili 1000 rubl göndəribdir. Və Pərviz qardaşımız 10 manat para göndərib. 10 manat da Rövşən qardaşımızın gözünün əməliyyatı üçün. Gözəl izləyicilərimiz, həqiqətən mən yol gələrkən ağlamışam. And ol Allaha, sevindiyimdən mən ağlamışam. Mənim bu videomu izləyən qardaşlarımız, bacılarımız, axşam saat 9-da gələrsiniz canlımıza, sevincimi sizdən paylaşacağım. Nə üçün ağladığımı siz görəsiniz. Allah sizləri qorusun, Allah xalqımızı var eləsin. Axşam saat 9-da TikTok'da canlıda olacağım. TikTok'da bütün xeyriyyəçi bacı və qardaşlarımızı gözləyəcəm. Sevincimi sizlə paylaşacağım. Hər kəsə sürpriz olacaq. Yəni bu sürprizi hələ ki saxlamışıq. Axşam inşallah 9-da sürprizimiz nədir? Gələrsiz, görərsiniz. Umud qardaşımız xoş gördük. Necəsən? Nə var, nə yox? Keyfin əhvalın, canın başın. Sağ ol gözlə. Nağaysan, neynirsən? Balalar yaxşıdır mı? Hə, sağ ol. Allah kim olsun. Umud, Şəkidən bizim bir gözəl xeyriyyəçi əmmimiz var. Hə, sağ ol. Allah kim olsun. Allah canını sağ eləsin. O bagaj görüyor orada nə var? Ölçəm o. Sağ ol. Onu Şəkidən bir gözəl əmmimiz evinə aldı, göndərdi. Sağ ol. Pul göndərdi, çal apar. Sağ ol. Allah kim olsun. Allah kimli doğursun. Allah 10 kim ildən olsun. sonra evində işıq yanacaq. Sağ ol derim. Sağ ol. Allah kim olsun. Götür onu. Allah cibinə bərəkət versin. Həm. Bir dəqiqə hələ getməyib, bir dənə də bizim bir balaca da sürprizimiz var. Hələ getmə, hələ getsin. O bir tərəf qapını aç. Onu da bir fəhli oğlan göndərib. Elgün qardaşımız uşaqlarına. Sağ ol. Sağ ol. Allah kim olsun. Allah kimli doğursun. Allah sağ ol derim. Sizi kalmış başarısın. Bu kadar sizi məhkəmə yer. Sağ ol. Halal xoşun olsun. Götür onu da ver, uşaqların yesin. Yaxşı. Dostlar, çəkilişimizi dayandırdım. Axşam 9-da sürprizimizi sizinlə paylaşacağım.